Qurban kəsməyin ümumiyyətlə insan psixologiyasına nə kimi təsirləri var? Nə müsbət təsirləri ola bilər? Baxın, qurban kəsmək ayini biz bu cür nə də deyə bilərik. Qurban kəsərkən biz nə edirik? Biz hər hansı bir təyin olunmuş heyvanlar var da, qoyundur, danadır, dəvədir, keçidir. Bunların biz kəsərkən onun qanını tökürük. Ümumiyyətlə qan tökmək ki var, qan tökmək insanın təbiətində var. Yaxşı sayılmır, mənfi sayılmır. Amma ümumiyyətlə qan tökmək xüsusiyyəti ki var. Ümumiyyətlə psixoloqlar deyir ki, qan tökmək, yəni vəhşilik insanın xüsusiyyətində var, təbiətində var bu şey. Məsəl üçün, məşhur psixoloq Sigmund Freud deyir ki, insanda iki əsas meyil var. Biri şəhvət meylidir. Şəhvət bir şeyi özünə cəlb eləməkdir. İstir cinsi olsun, istir qeyri. Şeyləri özünə cəlb eləmək. Bir də belə deyək, vəhşilik. Vəhşilik o da və yaxud da qəzəb. Bu da özündən dəf eləmək qüvvəsidir. Düzdür, Sigmund Freud'un azğın fikirləri də var. Amma biz bu fikirdən yola çıxaraq deyə bilərik ki, insanda həqiqətən qan tökmək meyli var təbiətində. Bunu biz Quranla da deyə bilərikmi? Əlbəttə deyə bilərik. Qurani-Kərimdə Bəqərə surəsinin 30-cu ayəsində Adəm əleyhissalam Allah tərəfindən yaradılarkən mələklərin bir söhbəti var. Mələklər Allah Taalaya Qurani-Kərimin bu ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Ətəcəlu fiyhə mən yufsidu fiyhə və yəsfikud dimə. Allah Teala xitabən buyurur ki, mələklər yer üzərində fəsad törədəcək və qan tökəcək birini mi yaradırsan? Yəni mələklər belə bilirdi ki, insanın təbiətində qan tökmək və fəsad törətmək xüsusiyyəti var bu insanın. Yəni insan buna meyllidir. Və biz baxsaq görərik ki, insan övladı yer üzərinə gəldikdən sonra yer üzərində etdiyi cinayət nədir? Qan tökmək cinayəti. Qabilin Habili öldürmə hadisəsi ki, qan tökməklə biz bunu görürük. Yəni, nəticə ola deyə bilir ki, insanın daxilində qan tökmək meyli vardır. Və araşdırmalar var ki, bu günləri biz görürük ki, qurban kəsməklə insan bu içində olan zorakılığı, vəhşiliyi neytrallaşdıra bilir. Neytrallaşdırır. Yəni, hətta araşdırmalar var, çox böyük araşdırmalar olmasa da müəyyən araşdırmalar var ki, qurban kəsənlərə nisbətdə qurban kəsməyənlər cinayətə daha çox meyilli olurlar. Hətta bunun barədə həbsxanada aparılan az da olsa araşdırmalar var. Bəzi yerlərdə aparılan araşdırmalar var. Və müsəlmanlara baxanda qeyri-müsəlmanlar daha çox qan tökməyə meyillidirlər. Məsələn, bəzi qərbdə olan ölkələrə baxanda bəlkə də dəqiqədə bir cinayət olur. Yəni, o qədər çoxdur cinayətlər. Böyük müharibələr də qərbdə, Avropada baş verir. Bəli, düzdür, belə deyək, müsəlmanların belə adı çıxıb, amma əslində bu da bəlkə bir düşüncədir ki, bu cürünə yaysınlar, amma həqiqətə baxdıqda qan tökmək daha çox, yəni belə insan qanı tökənlər daha çox qurban qanı tökməyənlərdir. Avropa məhkəməsinin verdiyi o işgəncələr dünyada olan muzeylərdə də saxlayırlar o işgəncə növlərini, alətlərini. Bəli. Müsəlman vəhşidir demək bu məlumatsızlıqdan başqa bir şey deyil. Bəli, tam doğrudur. Yəni, insan heyvanın qanını tökərək, öz içindəki qəzəbi, öz içindəki o, belə deyək, zorakılığı qan tökməklə xaric edə bilir və yaxud da neytrallaşdıra bilir. Məsəl üçün, biz cihada baxdıqda, cihad ayəsinə baxdıqda, Tövbə surəsinin 14-cü ayəsində Allah təala buyurur ki, onlar kafirlərlə vuruşun və bu vuruşma nəticəsində möminlərin qəlbinə şifa olacaq. Yəni, orada artıq kafirlər insanlara qarşı gəlirlər, müsəlmanlara qarşı gəlirlər, zülm edirlər. Orada buyurur ki, artıq cihad edin ki, onlar qəlbinizdə ki, bu qəzəb çıxsın. Yəni, cihadda, necə ki, biz 44 günlük müharibədə bunun şahidi olduq ki, onlardan qisasımızı aldıq, qəlbimiz biraz da olsa rahatlaşdı. Amma müharibə olmayan dönəmdə bu his insanın qəlbində qalır axı. Ona görə də ildə bir dəfə də olsun, insanlar, təbii ki, çox həddini artıq belə deyək, heyvan başı kəsmək də əslində bəyənilmir, amma ildə bir dəfə də olsa qurban kəsmək insanın içində olan bu təbiətində olan bu zorakılığı neytrallaşdırır.